Son bir aydır ki YouTube kanalımda aktivlik artıb və hətta mənə şəxsi də yazıb xüsusi video təklifi edənlər də var ki, bu mövzuda videolar çəksəniz daha çox sevinərik. Bu səbəbdən mən düşündüm ki, YouTube kanalımda sizlərə faydalı ola biləcək mövzular ətrafında danışım. Hansı ki, terapiyaya gedə bilməyən şəxslər var. Özləri özlərinə necə yardımcı ola bilər, bununla bağlı köməklik istəyir. Və mən də düşündüm ki, ən azından bununla bağlı müəyyən məlumat dolu videolar hazırlayayım qısa şəkildə və sizin üçün az da olsa faydası olsun. Əgər bu video ilk dəfədə qarşına çıxırsa, kanalıma abunə olmağı unutma. Onu qeyd edeyim ki, mən kanalımda sənə faydalı olacaq psixoloji və şəxsi inkişafla bağlı mövzular ətrafında danışıram. Bundan əvvəlki videoları da izləyə bilərsən. Bilirsiniz, bu gün nə mövzusu ətrafında danışmağı düşündüm. Son dövrlərdə insanların ümumi olaraq şikayət elədiyi mövzulardan biri can sıxıntısıdır. Niyə mənim canım sıxılır? Özümü boşluqda hiss edirəm. Bunun səbəbi nədir? Bundan çıxış yolu nədir? Psixoloqa verilə biləcək suallar sırasında demək olar ki, ilk üçlükdə dayanır və bununla bağlı daha çox geri dönüş istəyirlər. Mən də düşündüm ki, bu mövzu ilə bağlı bir video paylaşsam insanlara daha çox faydalı ola bilər. Bəlkə də sən də gün ərzində özünü belə bir əhval-ruhiyyədə görürsən. Canın sıxılır, sanki içində dərinlərdə nəsə səni təhdid eləyəcək bir qorxu, həyəcan var. Nə edəcəyini bilmirsən və həmin o hisslərin içində yaşamaq sənin üçün çətindir və o çətinliyi aradan qaldırmaq üçün özünü müəyyən bir davranışlara sövq edirsən. Məsələn, yemək yemək, marketə getmək və yaxud da hansısa bir videonu izləmək. Həmin o can sıxıntısı, yaranan o hisslərin, ümumi hisslərin içərisində özünə bəlkə də heç zövq verməyəcək bir məşğuliyyət axtarırsan ki, sırf o hisslərlə üzləşməyəsən. Və bir çox insanlarda çox təəssüflər olsun ki, bütün gün ərzində bu can sıxıntısı onun əhval-ruhiyyəsinə təsir göstərir və nə edəcəyini bilmir. Təəssüflər olsun ki, cəmiyyətimizdə son dövrlərdə bu can sıxıntısının səviyyəsi daha da artıb və əvvəlki illərə nisbətdə son illərdə insanlar bundan bağlı daha çox şikayət edirlər. Mənim burada danışacağım can sıxıntısı sizin hansısa bir real hadisə, real təhlükə ilə bağlı yaşadığınız sıxıntı deyil. Məsələn, ola bilər ki, hal-hazırda maddi gəliriniz aşağıdır və bununla bağlı sıxıntı yaşamağınız çox normal bir haldır və yaxud da işdə problem yaşamısınız və onunla bağlı əhval-ruhiyyəniz pozulub, canınız sıxılır. Mənim burada danışdığım sizin səbəbini tapa bilmədiyiniz və gün ərzində anidən sizə gələn can sıxıntısıdır ki, birdən-birə əhval-ruhiyyəniz dəyişir, nə edəcəyinizi bilmirsiniz və bu sıxıntıdan dolayı özünüzü müəyyən zərərli vərdişlərə sövq edirsiniz. Özünüzü bir boşluq hissi içərisində hiss edirsiniz. Və burada ən önəmli məqamlardan biri sənin o canının sıxıldığı anda etdiyin davranışlardır və bu davranışlarda sənə daha da pis təsir göstərir. Məsələn, məqsədsiz şəkildə gedib soyuducunun qapağını açmaq və oradan nəsə götürüb yemək. Ac olmadığını bilə-bilə nəsə yemək istəyi. Və yaxud da evdə oturmusan, bilmirsən, nə edəsən, düşürsən, marketə gedib orada nəsə alırsan. Sənin üçün o qədər də vacib deyil, amma alırsan. Sıxılırsan və gedirsən paltar mağazasına, orada endirmə düşə məhsullara baxıb orada nəsə alırsan və yaxud da sənə heç o qədər də vacib olmayan, ehtiyacın olmayan bir məhsulu almağa qərar verirsən. Əslində, burada qərar vermək də özü şübhəlidir. Çünki can sıxıntısı içərisində olan bir insan qərarlarına nəzarət eləyə bilmir və o həmin hisslərdən qurtulmaq üçün, o hissləri, o boşluğu doldurmaq üçün müəyyən bir şeylərə əl atır. Təbii ki, ola bilər ki, hər insan zərərli vərdişlərə yönəlməsin. Bu zərərli vərdişləri biz kompensasiya edirik başqa bir şeylərlə. Məsələn, kimisi siqaret çəkə bilər, içki içə bilər, narkotik istifadə edə bilər və yaxud da başqa günlük münasibətlər qura bilər xanımlar və bəylərlə. Bəzi insanlar da bunu daha fərqli şəkildə edir. Məsələn, paltar almaq, marketə gedib boş-boşuna alış-veriş etmək, onlayn saytlara girib orada alış-veriş etmək, bütün gün ərzində onlayn alış-veriş mağazalarına baxmaq və yaxud da gününü boş-boşuna keçirmək, onun üçün heç bir faydası olmayan məşğuliyyətlər tapmaq. Bunun özü də əslində həmin o can sıxıntısının qaçış vasitəsidir. Soruşa bilərsən ki, bəs mən necə bilim ki, mənim etdiyim davranışlar can sıxıntısındandır, yoxsa həqiqətən mənim ona ehtiyacım var? Baxın, sadə misal göstərim. Məsələn, siz hal-hazırda evdəsiniz və durub gedib soyuducudan nəsə götürüb yemək istəyirsiniz. Burada bir dəqiqəlik dayanırsınız və özünüzə sual verirsiniz. Mən həqiqətən acam, nəyəsə yeməyə ehtiyacım var, yoxsa sırf hansısa boşluq hissim gəlib onu doldurmaq üçün gedirəm. Yəni, niyyət önəmlidir.
Evdə oturmusunuz və mağazaya getməyə qərar verirsiniz. Bir fikirləşin ki, mən bunu nəyə görə edirəm? Nə üçün edirəm? Nə üçün mənim mağazaya getmək kimi bir istəyim yarandı? Burada əgər cavab gəlsə ki, mənim köynəyə ehtiyacım var, düşündüm ki, bu gün onu ala bilərəm. Bu zaman bu can sıxıntısından irəli gəlmir. Əgər orada sizə bir cavab gəlsə ki, heç özüm də bilmirəm niyə getmək istəyirəm, bəlkə stresimi ata bilərəm, bəlkə özümü daha yaxşı hiss edərəm. Orada əmin ola bilərsiniz ki, sizin etdiyiniz həmin o davranışlar sırf can sıxıntısını sizə yüklədiyi bir davranışdır və ondan sanki o içinizdəki boşluğu doldurmağa çalışırsınız. Eləcə də buna bənzər müxtəlif davranışlar var günlük həyatımızda etdiyimiz. Sosial mediada çox vaxt keçirmək, oyunlar oynamaq, özümüzü o oyunlarla sanki zamanımızı keçirmək, yəni vaxt keçirmək deyirlər buna indi el arasında. Daha sonra Reels izləmək, spontan şəkildə izləyirsiniz TikTokda, Instagramda, YouTube'da. Mənim səhifəmdə olan Reelsləri nəzərdə tutmuram, o faydalı Reelslərdir, onlar heç. Amma spontan şəkildə baxırıq, orada gülməli videoda qarşımıza çıxa bilər, psixoloji videoda, fəlsəfi videoda və yaxud da ümumən vloqlar çıxa bilər. Bu baxır sizin orada izlədiyiniz kontent məzmuna. Və burada müxtəlif məzmunlarda videolara baxırsınızsa və bu davamlılıq təşkil edirsə, əmin ola bilərsiniz ki, bu boşluq hissinin doldurulmasıdır. Əgər siz məqsədli şəkildə düşünürsünüzsə ki, mən 10 dəqiqə Instagramda baxacam, xüsusi psixoloqlar var və ya da xüsusi filosoflar var, onların səhifəsindəki videoları izləyib orada nəsə öyrənirəm. Artıq bu sizin niyyətli etdiyiniz bir davranış olduğuna görə boşluq hissinin doldurulması hesab olunmur. Yox, gün ərzində 5-6 saat videolar izləməyə meyillisinizsə, İşdə sıxılırsınız və avtomatik telefona yönəlib orada nəsə izləməyə çalışırsınızsa, bu boşluq hissinin doldurulmasıdır. Boşluq hissi, sıxıntı hissi elə bir hissdir ki, yəni insanı hər bir davranışa sövq eləyə bilər. Hətta boşluqdan dolayı başqa insanların həyatına qətl edən insanlar var. Yəni düşünün ki, o seri qatillər deyirlər. Həmin o qatillər insanları öldürmək üçün xüsusi yollar axtarıb tapırlar. Baxın, onların özü belə insana müəyyən zövq verir və o da insanın öz potensialını gerçəkləşdirmək istəyindən qaynaqlanır. Boşluq hissinə düşür, bilmir neynəsin, potensialını birdən-birə necə yüksəldə bilər. O anda ağlına həmin o senarilər gəlir və onu davranışlarına reallaşdırmağa başlayır. Yəni, ağlınıza gətirə bilməyəcəyiniz davranışlara insanı sövq edə bilər. Və bəzilərimiz bunu öz dəyərlərimizə zidd olmayan davranışlarla, alış-veriş, telefon, və s. Digərləri isə dəyərlərinə zidd olan, məsələn, alkoqol, siqaret, narkotik, insan öldürmək, insan alveri və s. bunlarla doldurmağa çalışır. Bəs bunun əsas səbəbləri nələrdir? Burada mən öz şəxsi fikirlərimə daha çox istinad edəcəm. Çünki can sıxıntısının səbəbləri filosoflar, psixoloqlar, pedaqoqlar, ümumiyyətlə başqa peşə sahiblərinin fikirlərindən daha fərqli şəkildə algılanır. Yəni onlar düşünür ki, məsələn, filosoflar başqa bir şey düşünür, psixoloqlar fərqli bir mövqedən baxır, adi şəxslər başqa bir nöqteyi nəzərdən yanaşır və s. Yəni hər insanın buna baxış tərzi fərqlidir. İlk olaraq onu qeyd edeyim ki, insan beyni boşluq sevmir. Və biz hər dəfə özümüzü nə iləsə məşğul etməliyik ki, o beynimizdə sıxıntı hissi yaranmasın. Və hətta dini nöqteyi nəzərdən baxanda da, orada mən əvvəllər hədis oxuyanda orada qeyd olunurdu ki, həmişə çalış ki, həyatında nəsə bir məşğuliyyətin olsun. Və yaxud da hansısa peşə ilə çalış və məqsədə yönəl ki, günaha batmayasan. Həqiqətən də dini nöqteyi nəzərdən də yanaşanda insanı günaha sövq edən əsas məqamlardan biri də o boşluq hissini özünə yaratmasıdır. Yəni heç bir şeylə məşğul olmamasıdır. Amma son zamanlarda baxırsınız, psixoloqlar insana boş qalmaq kimi bir texnika deyirlər ki, əgər sən zehnini sakitləşdirmək, özünü kəşf etmək istəyirsənsə, özünə boşluq hissi yarat və mən də buna razıyam. Çünki insan daim özünü məşğul etməyə çalışsa, o boşluq hissini doldurmağa çalışsa, bəlkə də etdiyi davranışlar sadəcə boşluq hissinin doldurulmasından ibarət olar. Bəs bizim niyyətli etdiyimiz tapşırıqlar harda qaldı? Mənim şəxsi fikrimə gəldikdə isə boşluq hissi insanın məqsədsizliyi və getdiyi yolda bir mənanın olmamasından irəli gəlir. Yəni mən tutaq ki, gedirəm mətbəxə su içmək üçün. Burada mənə görə bir məna var. Mən o suyu içirəm və su ehtiyacımı qarşılayıram. Və yaxud da ümumən həyatımda bir psixoloq olmaq kimi bir missiyam var və burada əsasən insanlara xidmət etmək,
o şəxsi təcrübələrim və real insan həyatından aldığım təcrübələr, elmi tədqiqatlardan da qazandığım biliklər əsasında insanlara fayda vermək, onların həyat keyfiyyətini yaxşılaşdırmaq istəyim var. Və bu anlam, bu məna məni daim irəliyə getməyə sövq edir və yaşamağa bir motivasiya yaradır. Və siz də əgər öz həyatınıza bir nəzər salın, gələcəkdə hər hansı bir gələcəyə yönəlik bir məqsədiniz yoxdursa, hazırda gördüyünüz işdə bir məna görə bilmirsinizsə, etdiyiniz məsələn idman ola bilər, günlük gəzinti ola bilər, orada belə özünüz üçün faydalı nəsə görə bilmirsinizsə, sizin boşluq hissinə düşmə ehtimalınız çox yüksək. Burada mən müəyyən psixoloji pozuntular var, hansı ki borderline şəxsiyyət pozuntusu və buna bənzər digər pozuntularda insanın boşluq hissinə düşməsi xronik bir vəziyyətdir. Ondan bəhs eləmirəm. Çünki həmin xronik vəziyyəti aradan qaldırmaq üçün uzun müddətli terapiya lazımdır və bundan əlavə bəzi pozuntularda dərman vasitəsinin təyini belə vacib görülür. Mənim burada bəhs etdiyim nevrotik pozuntulardan əziyyət çəkən insanlaradır, hansı ki onlar müəyyən qədər anlamlı bir həyat yaşayıblar uşaqlıq dövründə. Müəyyən müddətdən sonra həyatının anlamını itiriblər və bu boşluq hissi son dövrlərdə onlarda daha çox yaranmağa başlayıb. Ümumən uşaq vaxtdan bu boşluq hissini özünüzdə hiss eləyirsinizsə, o zaman bir psixoloq və ya da psixiatr müayinəsindən keçməyiniz lazımdır. Çünki bu hansısa bir şəxsiyyət pozuntusunun və yaxud da psixotik pozuntunun göstəricisi ola bilər. Amma həyatınızın müəyyən dönəmindən sonra bu boşluq hissi yaşayırsınızsa, bir sıxıntı hissinin olduğunu düşünürsünüzsə və bunun səviyyəsinin artdığını görürsünüzsə, o zaman mənim bu deyəcəklərim sizin üçün keçərlidir. Və hər dəfə mövzu haqqında danışanda insan ehtiyaclarını burada ən birinci olaraq qeyd edirəm. Çünki insan ehtiyaclardan ibarət bir varlıqdır. Və onun mənəvi ehtiyacları var, təkcə fiziki ehtiyacları yox, mənəvi psixoloji ehtiyacları da var ki, onlardan biri özünü reallaşdırma ehtiyacıdır. Özünü reallaşdırmaq ehtiyacı hər insanda olur, amma hər insan onu reallaşdıra bilmir. İnsan bu ehtiyac dediyim, yəni vacibdir. Biz onu etməsək həyatda ölüm təhlükəsindən üz-üzə gələ bilərik. Və bəzi insanlar o özünü reallaşdırma ehtiyacını tamamilə fərqli formada edir. O iç sıxıntısının əsas səbəblərindən biri budur ki, insan özünü reallaşdıra bilmir. Reallaşdırmaq deyəndə insan özünün varlığını başqalarına və özünə sübut etməlidir. Məsələn, mən əgər özümü reallaşdıra bilmirəmsə, öz potensialımı görmürəmsə və həyatımda heç bir anlam və məqsəd yoxdursa, mənim can sıxıntım artacaq və mən özümü həmin o can sıxıntısının təsiri ilə müəyyən davranışlara sövq eləyəcəm və mənanı dırnaqarası orada axtarmağa başlayacağam. Tutaq ki, mənim canım sıxılır, həyata heç bir məqsədim yoxdur və mən gedib narkotiklə məşğul oluram ki, ən azından o duyğularımı kontrol eləyim. O mənim içimdə olan gerçəkləşməmiş potensialım, mənasızlığım bir müddət ört-basdır olsun və mənim beynimdəki o dopamin hormonu məni müəyyən qədər yuxarı səviyyədə saxlasın. Və yaxud da təkcə bundan ibarət deyil. Gedib hansısa alış-veriş mərkəzində alış-veriş edirəm ki, mənim o duyğularım biraz da olsa səviyyəsi aşağı ensin və mən onları görməzdən gəlim. Yəni dolayı yola baxanda burada insanın özünlə, öz potensialının üzləşməmək kimi bir istəyi var. Yəni üzləşməkdən qorxur, bəlkə cəsarəti çatmır, bəlkə də üzləşəcəyində nə edəcəyini bilmir. Bundan əlavə burada əvvəldən yaşanmış bir həyat təcrübəsinin də təsiri var. İnsanın daxilindəki günahkarlıq hissi, onu üzən və ona təsir göstərən hadisələrin hal-hazırda təsirində olmaq və s. bunlar da can sıxıntısı yaradan əsas səbəblərdən biridir. Amma mən deyərdim ki, hətta mənim ən sevdiyim psixoloqlardan biri Viktor Frankl'dır. Viktor Frankl'ın İnsana Məna Axtarışı kitabı var. O kitabla da tanış olmamızsa olmağınızı tövsiyə edirəm və Azərbaycan dilində yox, türk və digər başqa dillərdə oxumanız daha faydalı olar. Və onun yanaşmasına əsasən mən də belə düşünürəm ki, insan həyatında məna yaratmalıdır. Biz əvvəldən özümüzün daxilimizdə o günahkarlıq hissi, can sıxıntısı, daha doğrusu can sıxıntısını yaradan günahkarlıq hissi, yetərsizlik hissi, insanlara güvənməmək, aldığımız o yaraların təsirində olmaq, bütün bunlarla üzləşib həyatımızı yenidən mənalandıra bilərik. Yəni mən yetərsiz bir insanam deyib irəliyə baxa bilməməkdənsə, mən özümü yetərli etmək üçün nə edə bilərəm və həyatıma necə məna verə bilərəm? Mənim həyatda əsas missiyam nədir? Nə etsəm mən həyatda daha lazımlı və vacib bir insan ola bilərəm? Bu suallar ətrafında düşünmək, düzdür, ilk vaxtlarda insana çətin gəlir, çünki bu bir məsuliyyətdir. Amma bunun üzərindən yavaş-yavaş düşünməyə başlayanda
özünüzü müəyyən bir yerlərdə kəşf eləməyə başlayanda artıq başa düşürsünüz ki, siz kimsiniz və nə etmək üçün gəlmisiniz. Onu da qeyd edim ki, şəxsi təcrübəmdə mən müxtəlif sahələrdə özümü sınamışam. O qədər çox deyil, amma düşünürəm gələcəkdə daha çox sahələrə yönələrəm. Yəni təkcə psixologiya, ergoterapiya yox, mənə maraqlı olan başqa sahələrə özümü orada sınamaq istəyirəm və bir daha özümə kənardan həmin o statusda olanda baxmaq istəyirəm. Məsələn, dizayner kimi, rəssam kimi, rəqqas kimi və s. Siz də özünüzü müəyyən yerlərdə sınayın. Yəni burada qorxmağa əsas yoxdur. Özünüzü sınadıqca özünüzü kəşf eləməyə başlayacaqsınız və həyatınızda sizə mənalı gələn bir şeyləri görəcəksiniz. Onu da qeyd edin ki, əgər insanda can sıxıntısı varsa, onu faydalı bir şeylərlə də doldurmağa cəhd eləyir. Mən həyatımda görmüşəm, insan var ki, bütün günü, yəni boş qalmamaq üçün kurslara gedir. Dil kursuna gedir, rəqs kursuna gedir, amma heç birində o qədər də mükəmməl səviyyədə icra eləyə bilmir. Çünki bu hansısa bir niyyətə yönəlmiş davranış deyil. Sırf can sıxıntısından irəli gələn bir davranışdır. Siz də əgər özünüzü inkişaf elətdirmək istəyirsinizsə, bu videonu məsələn izləyirsinizsə, yenə də özünüzə sual verin ki, mən niyə bu videonu açıb izləyirəm? Can sıxıntısından mı, yoxsa mənim diqqətimi burada çəkən nəsə məqam var? Mən düşündüm ki, bəlkə problemimə uyğun bir söhbət olar. Orada nəsə fayda əldə edə bilərəm. Əgər cavabınız ikincidirsə, sizi təbrik edə bilərəm. Çünki artıq videonu izləyirsinizsə, özünüz üçün nəsə etməyə çalışırsınız. Özünüzü kəşf etməyə, özünüzü tanımağa çalışırsınız. Bəs biz necə edə bilərik ki, can sıxıntısını az yaşayaq və həyatımızı daha da mənalı edək? Onu qeyd edeyim ki, əvvəldən bunu qəbullanmaq lazımdır ki, insan zəif bir varlıqdır və bu can sıxıntısını yaşaması zamanla hər insanda olur. Baxın, mənim özümdə də nə qədər həyatımı mənalı yaşamağa çalışsam da can sıxıntısı olur. Sadəcə onu idarə etməyi öyrənmişəm və bunun keçici bir hiss olduğunu başa düşürəm. Sizdə də əgər can sıxıntısı zaman-zaman yaranırsa, ilk növbədə bunu qəbullanmaq lazımdır ki, mən bundan heç vaxt tam şəkildə qurtula bilmərəm. Bu insanın təbii bir olması lazım olan xüsusiyyətidir. Bunu qəbul etdiyinizdən sonra artıq o can sıxıntısından üzləşməyin zamanı gəlir. Hansı ki, canınız sıxılır və siz müəyyən davranışlara getməyə çalışırsınız. Burada bir dayanmaq, nəfəs almaq və özünüzü sorğulamaq lazımdır. Ora getməsə nə baş verər? Yemək yeməsən nə olacaq? Və yaxud da telefona baxmasam, biraz canım sıxılsa nə baş verər? Ən böyük kəşflər elə o can sıxıntısına yaranan kəşflərdir. Onu da qeyd edeyim. Siz həmin anda dursanız, dayansanız, özünüzə biraz zaman versəniz, bəlkə daxilinizdəki o qabaran duyğular sizə nəsə yaşadacaq, nəyisə düşünəcəksiniz, hansısa xatirəniz yadınıza gələcək, bəlkə ağlayacaqsınız. Yəni, məndə olub dəfələrlə elə bir hal. Özümü dayandırdığımda ağlamaq hissi gəlib və başlamışam ağlamağa. Bu da katarsisdir, yəni insanın özünü duyğusal olaraq boşaltması. Ondan sonra özünüzü çox rahat, gümrah hiss edirsiniz. Və yaxud da bu davranışları başqa bir davranışlarla əvəz eləmək. Mənim yemək istəyim gəlir, çıxıb gəzinti ilə məşğul oluram. Biraz gəzinti və musiqi, biraz idmanla məşğul oluram. Yəni, biraz mənə daha sıxıcı gəlməyən, belə demək mümkünsə, yemək yemək mənə dopamin verəcək həmin sıxıntı anında. İdman etmək dopamin o qədər də verəcəyini düşünmürəm və etmək istəmirəmsə, gedib idmanı etməliyəm. Və o davranışı başqa bir davranışla əvəz edirəm. Nəticədə mən can sıxıntısı zamanı özümə faydalı bir şeyə özümü yönəldirəm və bu şuurlu şəkildə olur. Bir müddət sonra, baxın, bunlarla üzləşdikcə, o can sıxıntısı zamanı onu faydalı davranışa çevirdikcə, ən azından sizin davranışlarınız dəyişəcək. Sıxıntı da müəyyən qədər azalır, amma onun kökündə olan səbəbləri tapsaq bizim üçün daha yaxşı olar. Əgər siz psixoloqa gedə bilmirsinizsə, oradakı duyğuların araşdırılması sizin üçün çox çətin ola bilər. Hansı duyğulardan əziyyət çəkirsiniz? Və mütəmadi olaraq mənim təlimlərimə qoşulsanız, mən hər həftə demək olar ki, bəzən 2, bəzən 3, bəzən 1 təlim keçirəm və orada psixoloji vəziyyətlərlə əlaqəli, ümumi insanlara yönəlik biliklər paylaşıram. Öz şəxsi təcrübəmdən tamamilə ödənişsizdir. Məqsədim isə sizin maariflənməyiniz və özünüzü kəşf eləməyinizdir. Mütəmadi olaraq qoşulsanız, özünüz haqqında daha çox bilgi əldə edəcəksiniz və həmin hisslərlə üzləşmək, onları necə təhlil etmək, düşüncələrlə necə işləmək, bunların metodlarını öyrənəcəksiniz. Və bunun üçün də mənim Instagram kanalıma abunə olursunuz. Orada paylaşdığım postların aşağı hissəsinə yorum yazırsınız. Mən oradan sizə link göndərirəm. Və yaxud da birbaşa mesaj bölməsinə keçib mənə deyirsiniz ki, mən bu təlimə qoşulmaq istəyirəm. Mən sizə link göndərirəm. Oradan asanlıqla qoşulursunuz. Duyğular, düşüncələrlə işləmək üçün dediyim kimi bu lazımdır. Sizin davamlı özünüzü inkişaf etdirməyiniz. Mən onun hamısını bu videoda sığdırıb danışa bilmərəm. Amma davranışlarla işləmək o qədər də çətin deyil. Dediyim kimi bir davranışı digərindən əvəz edirsiniz. Digər bir məsələ, sizin həyatınızda
anlam verə biləcəyiniz, yəni məna verə biləcəyiniz hansısa davranışların olması vacibdir. Məsələn, hal-hazırda heç bir hobbiniz yoxdursa, araşdırın internetdə sizin marağınıza uyğun hansı hobbilər ola bilər. Mənim məsələn marağım velosiped sürmək, yəni mən onu heç bir şeyə dəyişmərəm. Düzdür, indi o elektron, yəni onlayn şəkildə ödəniş olan velosipedlərdən istifadə edə bilmirəm. Onların quruluşu mənə narahatlıq verir. Sadə velosipedlərdən istifadə edirəm. Və onlar yəni mənə həqiqətən çox böyük zövq verir və bütün zehnimin rahatladığını hiss edirəm. Bu mənim bir hobbimdir. Və yaxud da video hazırlamaq mənim bir hobbimdir və mən həqiqətən də burada danışanda, insanlara bilik ötürəndə özümü çox gümrah, rahat hiss edirəm və hansısa bir həyatıma məna qatır, dəyər qatır. İşlədiyim sahədə, yəni ergoterapiya sahəsində və psixologiya sahəsində etdiyim hər bir iş mənim üçün böyük bir mənadır. Və bu mənalar məni həyatda yaşamağa sövq edir. Siz də özünüz üçün müəyyən bir hobbi təyin edə bilərsiniz. Mən demirəm ki, hər kəs işini sevməlidir, hər kəs işindən zövq almağı bacarmalıdır. Yox. Hazırda elə bir işdə çalışa bilərsiniz ki, o iş sizin üçün heç o deyil. Yəni istəmirsiniz işə getmək. İşdən kənarda özünüz üçün elə bir şey yaradın ki, o sizə zövq versin. Və ondan aldığınız zövq işinizdə də faydalı olmağa təkan verəcək. Mən hətta şəxsi həyatımdan bölüşüm. Həyatımın elə bir dönəmdən keçmişəm ki, orada sırf pul xatirinə işləmişəm və səhər saat demək olar ki 8-9-da işə başlayırdım, axşam saat 7-yə qədər, bəzən fasiləsiz, yemək yemədən işləmişəm. Və o anda mənim həyatım çox mənasız gəlirdi mənə və depressiyada olmama çox az qalmışdı. Amma Instagram hesabım təzə açılan vaxtlar idi və mən orada insanlar üçün faydalı yenə gecə nəsə hazırlayırdım. İşdə az fasilə olan kimi tez paylaşırdım onu və yaxud da orada nəsə yazı paylaşırdım ki, insanlar məni görsün, orada hansısa bir şey onlar üçün faydalı olsun. Onu özüm üçün bir hobbi halına gətirdim və gördüm ki, bu mənə az da olsa zövq verir. Və bu mənim həmin o iş prosesimə də müsbət təsir göstərdi. Siz də həyatınızda xırda bir anlamlı vərdiş yaratsanız özünüz üçün, inanın ki, hazırda gördüyünüz işinizə də sevgi yaranmasa da neytral olacaq. Yəni o qədər də sizi düşündürməyəcək ki, mən niyə bu işdə çalışıram, bu iş mənim üçün pisdir. Belə bir vərdişi yaratmanızı tövsiyə edirəm. Düşünürəm ki, videonun bu qədər olması yetərlidir. Çünki hazırda o sıxıntı hissindən əziyyət çəkirdi ya hamı. Uzun videoları, yəni müddəti uzun olan videoları izləyə bilmir, izləmək istəmir. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşərik və mənim üçün vacibdir ki, sizi hansı mövzular narahat edir. Hamıya şamil edirəm bunu. Hansı mövzularda videoların daha çox gəlməyini istəyirsinizsə, mənim Instagram hesabıma keçid eləyərək və yaxud bu videonun aşağı hissəsində o mövzunun adını qeyd eləyin. Mən o mövzu ilə bağlı sizə həm praktik şəkildə bilgi dolu video hazırlayım. Çox sağ olun, təşəkkür edirəm. Kanalıma abunə olmağı, videomu bəyənməyi və şərh yazmağı unutma.